Dünən video paylaşdım ki, son zamanlarda məruz qaldığımız informasiya bolluğu diqqətimizin tez-tez dalğalanmasına və nəticədə də diqqət əksikliyindən şikayətlənməyimizə səbəb olur. Bu videodan sonra izləyicilərimizdən biri soruşur ki, bəs nə cür qidalar məsləhətdir? Əvvəla diqqətimizin tez-tez dağılmasından sorumlu olan, daha doğrusu diqqətimizi dalğalandıra bilmə potensialı yüksək olan qidalanma formasından danışıb. Daha sonra isə nə etsək daha yaxşı olar deyə öz şəxsi məsləhətlərimi verəcəm. Əvvəla, hər nə qədər tez-tez eşitsək də, bu belədir ki, yüksək miqdarda kalorili, yüksək miqdarda şəkər ehtiva edən qidalar. Məsələn, şəkərli içkilər ya da tortlar, şirniyyatlar. Bunlar qan şəkərinin tez şəkildə qalxıb, daha sonra isə tez şəkildə düşməsinə səbəb olur və nəticədə beyində qanda şəkər dalğalanmasına səbəb olduğu kimi, beyində də müəyyən qədər diqqətin dalğalanmasına səbəb olur. Təbii ki, bir dəfə bundan istifadə eləməklə ciddi böyük bir fərq hiss eləməyə bilərsiniz. Amma mənim dediyim uzun müddət bu tip qidalanmanın yüksək miqdarda qida rasionuna daxil olması nəticəsində yarana bilər. Daha sonra isə önəmli bir nüanslardan biri də paketli qidalardır. Paketli qidalar sadəcə tərkibində gördüyünüz qidalardan ibarət deyil. Onların məhz paketdə uzun müddət stabil qalması üçün müxtəlif qoruyucu maddələr vurulur və həmçinin gözəl görünməsi üçün daha dadlı olub, daha da gələn dəfə yenə o qidaları almağımızı təşviq edilməsi üçün xüsusi maddələr, rəngləndiricilər və dadlandırıcılar var ki, hansı ki bunlar da bildiyimiz qədərilə beyində müxtəlif dalğalanmalara səbəb olur qidaya bağlı olaraq. Növbəti nüans stimulə edici qida maddələrinin həddən artıq istifadəsidir. Məsələn, enerji içkiləri olsun, kofenin özü olsun. Təbii ki, kofe çox faydalı bir şeydir və gündə bir neçə stəkan içmək, 1-2 stəkan içmək, daha doğrusu qəhvə stəkanı içmək okeydir. Ancaq bundan çox və davamlı şəkildə istifadə etsək, bu da bizim ruh halımızın, həmçinin də beynimizdə diqqətimizin sürətli şəkildə dalğalanmasına, səbirsizliyimizə gətirib çıxara bilər. Enerji içkiləri isə başdan başa problemdir. Həm ürək üçün olan ziyanları bir yana, digər tərəfdən də diqqətimizin dağılmasında içindəki yüksək miqdarda kofein və şəkər miqdarı rol oynayır. Hər nə qədər sıfır şəkər adı altında satılan enerji içkiləri olsa da əmin olun ki, o sıfır şəkərlər də məsum deyillər. Və növbəti nüans isə ondan ibarətdir ki, yüksək kalorlu qidalar, yəni yüksək yağ ehtiva eləyənlər. Təbii ki, mən burada quyruq yağından danışmıram. İşlənmiş yağlar, mənşəyi məlum olmayan yağlardan söhbət gedir ki, məhz bu qida maddələrini çox uzun müddətə və davamlı tətbiq edilməsi də bir çox metabolik problem kimi həmçinin beynimizdə də metabolik proseslərin pozulmasına, nəticə etibarilə diqqətimizin yayılmasına səbəb olur. Məhz buna görədir ki, məsləhət görürük ki, bu tipi qidaları mümkün qədər az istifadə edəsiniz və əksinə bizim diqqətimizə faydalı olacaq sırf qida maddələri ilə yüksək konsentrasiyada olan qidaları istifadə eləmək isə daha yaxşıdır. Bu da təbii ki, təbii zülal mənbələri olsun, ət növləri olsun, ət yeyə bilmirsinizsə zülalı bitkilər olsun və yaxud da lifli qidalar çox məsləhətdir. Hansı ki, lifli qidalar gec şəkildə həzm olunduğuna görə uzun müddət qan şəkərini stabil tuta bilir və bu stabillik nəticəsində də düşüncəmizdə də bir müddətdən sonra stabillik müşahidə edirik. Təbii ki, çox ət yeməyi də məsləhət görmürük, çünki insan orqanizmi həmçinin bitki yemək üçün də proqramlaşdırılıb, daha doğrusu həzm etməsi üçün uzun müddət sadəcə ət tipli qidalanmanı tövsiyə etmirik. Bitki ilə qarışıq, ətli, bitkili, müxtəlif zülallı, amma təbii mənbələrdən istifadə olunması daha yaxşıdır. Ən azından buna imkanınız yoxdursa belə, mümkün qədər əlinizdən çox gəldiyi şəkildə bu cür qidalanmağa keçsəz, məsələn 80-20 qaydasını tətbiq edə bilərsiniz. Həftə ərzində 80% yaxşı qidalanıb, 20% ara sıra istisnalara yəni istisnaların olması problem olmaz. Amma bunu uzun müddətdə həyat standartınıza çevirsəniz, yəni bu tip sağlam qidalanmanı, təbii mənbələrdə olan qidalanmanı uzun müddətdə həyat tərzinizə çevirsəniz, təbii ki, bu sizin üçün hər bir halda daha yaxşıdır və təbii ki, hərəkət də çox önəmlidir. Hərəkət etdikdə diqqətimizi yayındıran proseslər, bu istər qida mənşəli olsun, istər başqa zərərli vərdişlər olsun, məhz hərəkət sayəsində bunların qandan təmizlənməsi də sürətlənir. Digər tərəfdən isə hərəkət həmçinin beynimizin daha yaxşı qidalanmasına səbəb olur və boşuna deyil ki,
sübut olunub ki, hər gün yaşlı bir insan belə hər gün yarım saat piyada yürüyüş belə eləyərsə, məsələn mən bugün indi yürüyüşdəyəm, yürüyüş belə eləyərsə, onda Alzheimer xəstəliyinin, yəni bunama dediyimiz, yaxud da beynin getməsi, başın getməsi xalq arasında dediyimiz yaşlılarda məhz beyin funksiyalarının pozulması ilə özünü göstərən xəstəlik də xeyli qarşısı alına bilir. İzlədiyiniz üçün təşəkkürlər. Ümid edirəm ki, yaxşı şəkildə diqqətimizi toplaya bilərik hədəflərimiz və növbəti zamanların uğuru naminə. Təşəkkürlər.